10.3 Alqoritmin növləri. Birinci sual. Müəyyən şərtdən asılı olaraq bu və ya digər addımlar arasında yerinə yetirilməsi təmin edən alqoritm necə adlanır? Şərtdən asılı olanda budaqlanan alqoritm adlanır. 1-ə D, 2. Hər hansı bir addımların təkrar yerinə yetirilərsə, alqoritmin hansı növünə aiddir? Dövrü alqoritmdir. Təkrarlanan alqoritm 2-yə C variantı. Üçüncü sual. Alqoritm növləri xətti budaqlanan dövrü 3-ə D variantıdır. Dördüncü sual. Gün ərzində marşrut avtobusların hərəkəti hansı növədir? 4D variantıdır. Beşinci sual. X-in 1-dən 10-a qədər qiymətlərində funksiyanın qiymətinin hesablanması hansı növ alqoritmə aiddir? Beşinci sualda da 1-dən 10-a qədər qiymətlərin hesablanması dövrəyə aid. 2 və 2A və B tam ədədin cəmi hesablanması hansı alqoritmə aiddir? 6-ya E variantı xətti. 7 ixtiyari X tam ədədinin kubunun hesablanması hansı növ alqoritmə aiddir? 7-ci sual B variantı, bu da ixtiyari dediyi üçün xəttidir, yəni istənilən bir. Burada 1-dən 10-a qədər deyibsə, bu dövr içərisində sadəcə 1-dən 10-a qədər qiymətləri qeyd edir. Sonra 7 B variantı. 8-ci sual. Düzbucaqlığın sahəsinin və perimetrinin hesablanması alqoritmi nələr daxil etməlidir? Eni və uzunluğu daxil edilməlidir. Hesablanması düzbucaqlığın eni və uzunluğu. 8A variantı. 9-cu sual. Hansı struktura malik alqoritmlərdə onun bir hissəsi müəyyən şərtdən asılı olaraq təkrarlana bilər? Dövrəyə aiddir. 9-da A variantıdır. 10-cu sual uyğunluğu müəyyən edin. Bir xassələridir. 1-ə nəticəli xassəsi uyğun gəlir. 1-ə D. Təsvir üsulları B və E-dir. Növləri isə A və C-dir. 1-ə D, 2-yə BE, 3-ə AC. 10-cu sual B variantı. 11-ci sual. Hansı struktura malik alqoritmdə icra verilmiş şərtin yerinə yetirilməsinə görə müxtəlif istiqamətlərdə ancaq birində davam etdirilir? Bu budaqlanandır. 11-də A variantı. Yəni şərtdən asılı olaraq sağa və ya sola, yəni həyə və yoxa getmək. 11-də A variantı. 12-ci sual. Kvadratın sahəsi və perimetrinin hesablanması alqoritminə nə daxil edilməlidir? Burada bir tərəfinin uzunluğu daxil edilməlidir. 12-də B variantı. Burada səhv düşüb. B2 dəfə yazılıb, amma burada bir tərəfinin uzunluğu bəs edir. 12-də B, 13. Alqoritm xəttidir. Burada eyni əməliyyat çox sayda təkrarlanması tələb edir. Yerinə yetirilməsi növbəti əməliyyatda sınaqçı əmrlərin hər hansı bir şərtdən asılı olmayaraq ardıcıl yerinə yetirmə. 13C variantı. Əmrlərin hər hansı bir şərtdən asılı olmayaraq ardıcıl yerinə yetirilməsi. 13C, 14. Budaqlanan alqoritmin hansı növləri var? Budaqlanan alqoritmin tam və natamam budaqlanma var. 1 və 5 A variantı. 14. 15-ci sual. Funksiyasının qiymətini hesablayan alqoritmin növlərini müəyyən edin. Burada x kvadratı olduğu üçün bütün ədədlər belə deyək ola bilər. Ona görə 15 A variantıdır. 16-cı sualda funksiyanın qiymətini hesablayan alqoritmin növü müəyyən edin. Burada şərt olmalıdır. Mənfi bir olmamalıdır. Buna da 16 A variantı budaqlanan olur onda.
17-də funksiyasının qiymətini hesablayan alqoritmin növünü müəyyən edin. Burada da 17-də də 0 olarsa ödənmir, ona görə mənası olmur. Ona görə burada budaqlanan olmalıdır, şərt olmalıdır. 17-də də A variantı. 18 məsələsinin həll etmə alqoritmi hansı struktur ilə qurmaq olar? Tam ədədlərdir deyir. Burada da 18-də də budaqlanan olmalıdır. 18-də B variantı, yəni şərt olmalıdır. Məsələ həll alqoritminin hansı strukturun növlərinə natural ədədlər deyirsə, burada elə xətti olur. 19 B variantı. Natural dediyinə görə. 20-də kvadrat tənliyin həlli alqoritmi hansı növə aiddir? Burada şərt olmalıdır. Kvadrat tənliyi budaqlanan alqoritmə aiddir. 20 B variantıdır. 21-ci sual 3 qiymətli funksiyanın qiyməti hesablayan alqoritmin növü. 21-də 3 qiyməti ödədiyinə görə bura xətti, yəni 21-də A variantı. 22-ci sual funksiyası, yəni qiymətini hesablayan alqoritm hansıdır? Burada dövrü alqoritmi olur. Faktorial hesablanması. 22-də C variantı. 23-cü sual faktoriallar cəmi funksiyanın qiymətini hesablayan alqoritmin növünü müəyyən edin. 23-də də C variantı. 24-də x-in ala biləcəyi qiymət -2 parçasında addımla dəyişərsə, addım varsa dövrəyə aiddir. Addım olan hissədir və aralıq da verilir. Hansı alqoritm yazdıqları ardıcıllıqla bir dəfə yerinə yetirilir? Bu xəttidir. 25-ci sualda E variantı. 26-cı sual x ABC dəyişən ixtiyarı tam qiymətləndi ifadəsinin hesablanması hansı növ alır? İxtiyar deyirsə xəttiyə aiddir. 26 C variantı. 27 x dəyişənin ixtiyarı tam qiymətində funksiyanın qiyməti hesablanması hansı növ alqoritmə aiddir? Burada bir dənə şərt qoymalı. X-in yerinə nə ola bilməz şərti olmalıdır. Ona görə budaqlanan. Yəni 27 A variantı. 28 x dəyişəninin ixtiyarı tam qiymətində hansı növ? Burada da şərtdən asılı olaraq 28-də də şərt olmalıdır. Çünki mənfi ola bilməz. 28 A variantı. 29 şəkildə olan xətti tənliyin kökünü hesablanması. Burada A 0 ola bilməz. Yəni olsa bir mənası olmur. Hansı növ alqoritmdə budaqlanan, burada da şərt qoyulmalıdır. 29 A variantı. Diqqətiniz üçün çox sağ olun. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Çox sağ olun.